Möhürlə namaz qılmaq olar yoxsa yox? Cavab yox. Başımızı əvvəldən harasa qoymalıyıq ya yox. Bunlar fikirləşirlər ki, biz möhrə səzdə eləyirik. Çünki biz möhrə səzdə eləyirik, siz də palazı səzdə eləyirsiniz. Xeyr, biz möhrə alnımızı qoyuruq. Səzdəni isə Allah edirik. Möhrə səzdə etmək olmaz. Necə etmək olmur? Möhür nədəndir? Torpaqdan. Təyəmmüm lazım gələndə nədən alsın təyəmmümü? Xalçadan alsın yoxsa torpaqdan? Torpaqdan. Bunu Paç. Fəth surəsinin 29-cu ayəsində oxuyuruq. Siyyəməhum ucuhihim min əsərü sucud. Onların nişanəsi alındakı möhürlərinin izləridir. Hənəfi, Həmbəli, Şafi, Maliki, Cəfəri bu məzhəblər də qəbul edir. Daşı, torpağı qəbul edir səzi. Allahın öz kitablarından Cabirdən belə bir hədis oxuyur. Kuntu usalli əz-zuhr mə Rasulillah. Peyğəmbər sallallahu əleyhi və səlləm namaz qılırdı sahabələr. Səhrada. Yer çox istəyir. Peyğəmbər sınqıl daşı götürdü, soyutdu istəyirdi. Soyutdu səcdə elədi. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm gözəl bir hədis var. Buyurur ki: "Zuallit li al-ardu məscidən və tahura." Yer mənə pac və səzdəgah qərar verir.